Hicab qadının qürurunun əlamətidir. Hicab qadının qüdrətinin əlamətidir. Hicab onu göstərir. Qadın deyir ki, mənim heç kimin diqqətinə ehtiyacım yoxdur. Mən cəmaatın diqqətini idarə edirəm ki, cəmaat diqqətini mənə yönəltməsin. Hicablı qadın eşq və məhəbbətlə vücudu dolmuş qadındır. Niyə qızlara xüsusi məhəbbət göstərin deyə tövsiyə edir dinimiz? Ona görə ki, qız küçəyə çıxanda hər səni sevirəm sözünü öz istəyirəm, mən açıq danışıram. Qəşk eləyib özündən getməsin. Diqqətdən ehtiyacsız olsun. Və bu hicab bu ehtiyacsızlığın göstəricisidir. Hicabla qadın bayıra çıxırsa, küçəyə çıxırsa onu göstərir ki, mənim heç kimin diqqətinə ehtiyacım yoxdur və məndən zəif olan kişiləri mən bu vasitə ilə idarə edirəm. Əslində bir alim deyirdi ki, hicabı Allah vacib buyurmasaydı belə, qadın oturub düşünsəydi, fikirləşsəydi ki, mən necə üstünlüyü əldə edə bilərəm, özü kişinin baxışına hədd qoymaq üçün hicabı düşünüb meydana gətirərdi. Kəşf eləyərdi ki, mən belə geyinməliyəm ki, hakim mövqeyimi saxlaya bilim. Hakim mövqeyimi cəmiyyətdə saxlaya bilim.